Gəldik sürtünməli elektriklənmə. Deyir ki, qara hərflərlə verilmiş sözlərdən uyğun olanın altına xətt çəkin. Eyni yaxud da müxtəlif mənbələrdən hazırlanmış iki cismi bir-birinə sürtdükdə, yaxınlaşdırdıqda bir cisim müəyyən sayda elektronu, protonu digər cismə keçir. Deməli, eyni deyil, müxtəlif maddələrdən hazırlanmış iki cismi bir-birinə sürtdükdə bir cismin müəyyən sayda elektronu digər cismə keçir. Çünki cisimlərdən birinin nüvəsi digər cismin nüvəsinə nəzərən elektronları daha böyük elektrik qüvvəsi ilə cəzb edir. Doğru olanı seç. Sürtünməli elektriklənmə zamanı bir cisimdən digərinə nə keçir? Əlbəttə ki, elektron keçir. Yadda saxlayırıq. Elektron. Şəkildəki neytral şüşə cisim neytral yum parça ilə sürtüldükdə 100.000 elektron şüşədən yum parçaya keçir. Onda şüşə müsbət yüklənir. Yazmadı. Yum parçada mənfi. Şüşə cisim və yum parçanın yükünü, həmçinin bu iki cismin yüklərinin cəmini tapın. Deməli, keçən 100.000 elektrondur. Şüşə cisim 100.000 elektronunu itirdiyi üçün şüşə yüklənəcəyi müsbət 100.000-ə, yum parça isə yüklənəcəyi 100.000 elektron alıbsa mənfi yüklənəcək. Olacaq mənfi 100.000 Y. Çünki biz demişdik ki, iyonun yükü bu neytral atomun itirdiyi və yaxud da qazandığı elektronların sayına bərabərdir. Bu iki cismin yüklərinin cəmini tapanda isə müsbət 100.000-dən mənfi 100.000 toplayanda təbii ki, bizə qalacaq nə? 0. Yəni, yüklərinin cəmi 0-dır. Gəldik dördüncüyə. Deyir ki, plasmas cisim ipək parça ilə sürtüldükdə elektronlar ipək parçadan plasmas cismə keçir. İpəkdən plasmasa keçirsə, ipək müsbət yüklənir, plasmas mənfi. Bunun səbəbi aşağıdakilərin hansıdır? İpək parçanın elektronlara cəzb etdiyi elektrik qüvvəsi plasmas cismin elektronlara cəzb etdiyi elektrik qüvvəsindən böyükdür. Xeyr, böyük deyil. Bu səhvdir. Plasmas cismin elektronlara cəzb etdiyi elektrik qüvvəsi ipək parçanın elektronlara cəzb etdiyi elektrik qüvvəsindən böyükdür. Bəli, bu düzgündür. Ona görə ki, cəzb edən alan deməkdir. İpəkdən keçib də plasmasa. Demək ki, plasmas daha böyük qüvvə ilə cəzb edir. Plasmasın nüvəsi öz elektronlarını daha böyük qüvvə ilə cəzb edir ki, durub ipəyin də elektronlarını özünə alıb. Birinci sütunda verilən cisimləri, ikinci sütunda verilən cisimlərdən hansılarla sürtdükdə elektriklənmə baş verməz? Biz bayaq da dedik ki, elektriklənmənin baş verməsi üçün sürtünən cisimlər müxtəlif maddələrdən olmalıdır. Müxtəlif dielektrik maddələr olmalıdır. Eyni maddələrdirsə, bu zaman elektriklənmə baş verməyəcək. Deməli, şüşəni şüşə ilə sürtəndə, yunu yundan sürtəndə, plasması plasmasla sürtəndə elektriklənmə baş verməz. Bir də deyirik, ona görə ki, eyni dielektrik maddələri bir-birinə sürtmüşük. Elektriklənmənin baş verməsi üçün müxtəlif dielektrik maddələr olmalıdır. Gəldik 6-ya. Deyir ki, plasmas cismin yükü müsbət 15 Y, yum parçanın elektrik yükü isə mənfi 21 Y-dir. Plasmas cismi yum parça ilə sürtdükdən sonra yum parçanın elektrik yükü müsbət 9 Y olarsa, plasmas cismin elektrik yükünü hesabla. Əvvəlcə sürtünmədən əvvəlki yüklər sürtünmədən sonraki yüklərin cəminə bərabər olmalıdır. Əvvəl sürtünmədən əvvəlki yüklərə baxaq. Deməli, müsbət 15 Y-nin üstünə gəlirəm. Mənfi 21 Y-ni alıram. Mənfi 6 Y. Deməli, sürtünmədən əvvəl iyonun yükü olub, yəni bunların yüklərinin cəmi olub mənfi 6 Y. Sürtünmədən sonra da bax, bunların yenə yüklərinin cəmi bizə verməlidir mənfi 6 Y-ni. İndi plasmasda nə qədərdirsə bilmirəm. Bunun üstünə gəlirəm 9 Y-ni. Almalıyam mənfi 6 Y-ni. Onda Y bərabər olur. Mənfi 6 Y çıx 9 Y mənfi 15 Y. Deməli, plasmasın yükü nəyə bərabər imiş?
mənfi 15 y-yə bərabər imiş əvvəlcə. Sonra gəldik nəyə? Bizə deyir ki, plasmas cismin elektrik yükünü hesabla. Plasmas cismin elektrik yükü olacaq mənfi 15 y. 7-də deyir ki, pambıq parça elektriklənmə ardıcıllığı cədvəldəki maddələrdən hazırlanmış cisimlərlə sürtülür. Sürtülmədən sonra pambıq parçanın və digər cisimlərin elektrik yükünün işarəsi müəyyən et. Pambıq parçanın elektrik yükünün işarəsini 1-ci sütuna, digər cismin elektrik yükünün işarəsini isə 4-cü sütuna yaz. Belə. Elektriklənmə baş vermədikdə uyğun xanlara 0 yaz. Baxaq. Pambıq şüşə nümunəni verib bizə burada. Baxırıq ki, pambıq şüşəyə görə aşağıdadır. Pambıq mənfi yüklənəcək, şüşə müsbət. Qeyd ediblər burada. Pambıq yun. Pambıq və yun. Pambıq yuna görə aşağıdadır. Deməli, pambıq olacaq mənfi, yun olacaq müsbət. Pambıq ipək. Yenə pambıq ipəyə görə aşağıdadır. Pambıq olacaq mənfi, ipək olacaq müsbət. Pambıq kağız. Yenə pambıq kağıza nəzərən aşağıdadır. Pambıq mənfi, kağız müsbət. Pambıq. Eyni maddələri bir-birdən sürtəndə elektriklənmə baş vermir. Olacaq 0, 0. Pambıq plasmas. İndi burada pambıq plasmasa nəzərən yuxarıdadır. Onda pambıq olacaq müsbət, plasmas olacaq mənfi. 8-ə deyir ki, müxtəlif maddələrdən hazırlanmış neytral M və N cisimlərinin sürtünmədən sonra qarşılıqlı təsiri hansı şəkildə doğru göstərilib? Müxtəlif maddələrdən hazırlanmış M və N cisimlərinin sürtünmədən sonra qarşılıqlı təsiri hansı şəkildə düzgün göstərilib? Biz dedik ki, sürtünmə elektriklənmənin baş verməsi üçün 2 şərt vardı, əsas şərt. Bunlardan birincisi o idi ki, sürtünən cisimlər 2 müxtəlif dielektrik maddədən olmalıdır. İkinci əsas şərt isə sürtünmədən sonra yüklər, yəni sürtünən cisimlər biri müsbət, biri mənfi yüklənməlidir. Yəni, sanki M məsəl üçün müsbətdir, N mənfidir və yaxud da əksinə N mənfidir, N isə müsbətdir. Biri mənfi, biri müsbət olanda bunlar arasındakı qarşılıqlı təsir olur cəzb etmə xarakterli. Ona görə cavab olacaq A bəndi. Yəni, nə üçün oldu? Çünki sürtünmədən sonra cisimlərin biri müsbət, digəri mənfi yüklənir. Səbəb nə idi buna? Səbəb o idi ki, sürtünən cisimlərdən birinin nüvəsi elektronu daha zəif qüvvə ilə cəzb edir, digər isə daha böyük qüvvə ilə cəzb edir. Hansı nüvə ki, elektronu böyük qüvvə ilə cəzb edir, o sürtünmədəki digər cismin elektronunu da, xarici təbəqədəki elektronu da özünə doğru cəzb edir. Nəticədə cisim elektronunu itirir, olur müsbət, digər isə həmin elektronu alır, olur mənfi yüklənir.